Elə marketoloqlar var ki, əslində marketinqə dair çox şey bilmirlər. Sadəcə 1-2 bərbəzəkli kitab oxuyub, oradan bəzi terminologiyalar çırpışdırırlar. Məsələn, benchmarking, holistic marketing, customer journey. Elə bu terminologiyalarla da günlərini gün edirlər. Bundan sonra da maksimum terminologiya ilə danışırlar ki, cool görünsünlər. Lap bəzi türk ekspatlar kimi. Sonra da nə vaxtsa, hardasa, nədənsə söhbət düşsə, həmin söhbəti fırlayırlar, gətirirlər o bildikləri terminologiyanın üzərinə. Lap bu lətifədəki kimi. Deməli, bir tələbə zoologiya imtahanında cəmi bir mövzu öyrənir. Həmin mövzu bit haqqında olan mövzu olur. İmtahan gün gəlir, biletini çəkir, mövzu düşür itdən. Həmin tələbə başlayır danışır ki, it çox faydalı heyvandır, insana sadiqdir. İtin üzərində onu narahat edən bitlər olur və başlayır bit haqqında danışmağa. Müəllim deyir, yetərlidir. Növbəti bileti çəkir, bu dəfə düşür qoyun haqqında. Tələbə başlayır danışmağa. Qoyun çox faydalı heyvandır. Biz onun ətini, südünü, yununu istifadə edirik. Qoyunun qalın tükləri olur və bu tüklərin arasında bit olur. Bax belə.